Şılığı elədi. Sen de kaşıysan ama biraz şey lazım. Bakar mısınız ya? Şer tezini unutmuşum diye gözlerim büyüğündedir. Bas. Bak. Bas. Ay çok şeker hadi ho. Yemin. Bas. Gel sana dünya. Bas. Buraya bas işledir. Fight. Sırf qar üçün çoxlu haqqımlar öyrəndim. Bu saç düzümü hər şeydən çox sevirəm. Qar yok. Muhteşem yüzyıl. Bura gözükür. Baya girmese bari. Anam. Görünüyor mu lan? Ah da gaz topu. Ay yağır eləsən. Bax, telefonu ora qoymuşam. Bura görsən. Ancaq... Oha! Gəl sən ilə, gediyor o tərəfə. Dur. Lan benim şeymiş. Aa, telefona geldi. telefona yok. Sen kimi çıxsan? Sen oha. Bak. Dur. Bak. Her yer zaten ağdı. Bura keçən ildə gəlmişdim və yer tapım bu. Sarışın. Sen de. Da gəzir, gedək, gəl. Elə əlinizi alırsınız, onu sonra daxılda da bir gəl. Atarsan olsa oynamaq hər zaman var, şəkil yoxdur. Eskomu. Kimsə sorğulayamaz. Çox sevəm. En sevdiğim çərəz həqiqətən də fıstıqdır. Fıstık kimi qızım. Wait, ask the hacker. Who is Ay qara gedək. İki mi? Aha. Mükemmel. İyiyim. Lala. Bak şimdi. Ay. Lala. Gel buraya. Ata. Ay. Dur. Burada da. Atam sana. Yok. Burada da xəstəsən. Yaş. Ben burada gizlənim. Mən görən olmasın. Gel buraya durma. Əslində şaxta yoxdur ya. Ya. Anne. Anne. Bizim de kar vlogumuz bundan artık olabilmez. 5 yıl qabaq bir daha video yükləmişdik. Qara ay. Evet.
Anam şimdi hakkını çəkir minik qara görə. Bir də qoymalı yeri yoxdur. Hər tərəf, ay fontanlar tərəfdə bir qar var, inanırsınız. Baxın. Uşaqlar papaqlarımızı taxın. Oha, bura baxın. Təmiz qar. Wow. Bax. Çə qartofel ye. Gəlmə, bəs söyür. 1, 2, 3, 4, 5, 6, 7. Aferin oğlum. Çelme bir yere sokmuşlar. Çəkindəyəm, dardayam, bir dumanlı yoldayam. Heç bilmirəm hardayam, harayıma gəl, ay ürəyim, harayıma gəl, ay ürəyim. Ay, Adam gedəsə başı daşa dəyir, rədd olun oradan. nətər qartofel edəcək? Həyatımda heç qartofel eləməmiş bir adam. Gəl burada toplayaq bunlar. Çəş yapılışına baxardım. Gəl burada elə. Heç kartofel yeyən görmədim. Qorxuram ki, telefon düşsə. Niyə oğlum? Nə tərbiyəsi qaradan? Oha bak! Ne terdi? Günaydın, ben burada. Hələ də yağır. Ay, xoş gördük uşaqlar. Uşaqlar dərkən, yəni məcazım məndə. Neysə, aman. Bəs mənim qar vlogumdan dərs vloguna keçiş. Şaka yapıyorum canım. Et gələcək zaman haqqında icra edilməmiş bir şey danışırım. Birlikdə qar yağdı deməyəsiz deyə bunu da göstərmək istəyirəm. İçimdə qaldı. Əlifba nə əlaqə nəysə. Deyəcəksiniz ki, çox geridəsən amma indi mürəkkəb adlardayam. Bilirsiniz nə yadıma düşdü? Sabahsı çərşənbəsidir və qar yağdı. Yəni qar əriyəcək, bütün hər yer su olacaq o mənada. Hələ kiçik özünü göstərdi. Gedək şey ataq. Nədir onun adı? Adını unuttum. Papaq ataq. Qədər yazdım. 1 3 4. Ondan sonra digər halları yerliklə çıxışlıq şey gəlir. Adı nə idi lan? İsmin sifətləşməsi, substantivləşməsi. Onlar da yazım, ismi bitiririm. Sonra sifətə keçəcəm. I love you bu konfet yəni. Günümdə istəyirəm bir qutu bundan olsun. Biz bu dünya terör şişe sevincine şerç olmaya gelmişiz. Ben o kişilerin gözüne koyardı. Kope ve yine böyle. Pişman oldum, atmam, neyim pişman. Bu ne? 1 Mart'ta oruçluk başlayır. Ve ben tutma kararlıyam. Ona görə bu gün yatmayacağım. 5-ci gün yəni. Sabah məktəb yoxdur. Davam etdirmək istəyirəm yəni. İnşallah olar deyə düşünürəm. Və yəni dəfələrlə tutmuşam amma yəni belə düzənli olaraq olmuyor. Hadi o zaman derse. Tam 4 saat dərs oluram. Və yəni çox oldu. Birinci gündən uyusun motivlərimizdə başlayıb maşallah. Yani bu ne demekti? Benim ad günüm gelir. Hello everyone. My name is Narmin. Neyse boşver. Ne de diyelim ki. Neyse. Ne diyeceğim?
artıq Azərbaycan dili qaydalarını qurtarıram. Daha doğrusu qurtarmıram. Yəni sintaksiz bölməsindəyəm. Zəhrimar. Mənə ən sevdiyim şey desəz tutqu deyə bilərəm. Amma təbii ki də bir nömrə olaraq şeydir. MMD'si. Bilmirəm. Ben geldim. Saçlarıma bakar mısınız arkadaşlar? Yani yaxşı saat, yaxşı gün deməkdir. Bu birinci olaraq, birinci növbə qayda. Dünən 8 Mart idi, bugün 9 Martdır və imtahana yenə hər bir şəxsə uğurlar arzulayıram. İnşallah yaxşı yazırsınız. Və içindən keçdi deyə videolar göstərmək istəyirəm. Geçen il bundan bir tane videom vardı böyle pav ne burnum da tutulup bu təsə bu güllər yoxdur yəni. Əlimdəki bütün gülləri gördüyünüz kimi topladım, hər yerdən gətirdim. Burada belə güllər, bunları özüm düzəltmişəm belə. Bunu dünən aldım deyəndə anama aldırdım və zorla yalvarıyorum. Bu gördüğünüz gibi sonsuzluk gülü. Bunu da çıkarayım. Dünya. Merhaba. Bana bir şekil çektirsem var ya. Üçünü də ayrı-ayrı sevirəm. Hətta bunu mart ayında, daha doğrusu belə deyim də, hardasa keçən il bir fevral mı, yanvar mı, nəsə güllərin çıxdığı vaxtda eləmişdim. Bunu belə, bu da onun kimi işıqlıydı, bu şey sonsuzluq gölü kimi. Bir də bilirsiniz ya da bilmirsiniz, mənim ən çox sevdiyim rəng şeydir, belə bir şey rəngdir. Orange. Üstü toz olub, biraz heç də olmaz. Təmizləyər, bunun da üstü toz olub. Bu saat bura toz götürdü, çünki heç əl vurmuram və hamınızın günü təbrik edirəm, hər birinizi ürəkdən təbrik edirəm. Dərs oxuyur. Saat kimi səs çıxdı. Aa, bu da var. Yeni ildən qalma. Bunların da hamısını özüm düzəltmişəm. Tam bir dizaynerim də yəni. İzlediğiniz için teşekkürler. Kanalıma abone olup çok like atmayı, güzel yorumlar yazıp bildirişler atmayı unutmayın. Buraya kadar gelmişsizsə bravo. Bu cür qarışıq video eləmişdim və içimdən keçdiyi üçün də belə yəni 2-3 həftə belə davam elətdirdim. Sağ olun.